Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Fevral ayının bugün 12-sidir. Həftənin cümə axşamı günü 2026-cı ildə son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Balıq bazarında qiymətlərdə kəskin artımlar müşahidə olunur. Bundan bağlı News 365 az saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, satıcılar belə deyirlər ki, əvvəlki günlərdə müqayisədə alıcı sayı artıb və tələbat yüksəlib. Bu baxımdan da qiymətlərdə artım hiss olunur. O da bildirildi ki, xüsusilə xaricdən ithal olunan balıqların qiymətində son həftə ərzində hər kiloqram üzrə 1-2 manat artım qeydə alınıb. Hazırda balıq əsasən İran, Rusiya və Türkiyədən gətirilir. Satıcıların sözlərinə görə əvvəllər 33-34 manata satılan ağ balıq hazırda 36-37 manata təklif olunur. Levrək 20 manata, çupra 18 manata, farel isə 12-13 manatdır. Xaricdən gətirilən farellərdə təxminən 1 manat artım müşahidə olunur. İran mənşəli farel və çuprada da qiymət artımı qeydə alınıb. Onda satıcılar bildirirlər ki, Xəzər dənizindən çıxarılan balıq son dərəcə azalıb. Yerli balıq nadir hallarda bazara çıxarılır və satışa təqdim edilən az miqdarda az bir zaman içində tükənir. Çay balıqlarında isə azalma müşahidə olunur. Satıcılar belə deyirlər. Burada diqqət çəkən məqamlardan biri də odur ki, Xəzər dənizində çıxarılan balıq son dərəcə azalıb. Bu balıqlar hara gedib görəsən? Yəni üzüb hansı istiqamətə gediblər? O sualın cavabını düzdür satıcılar deyirlər. Problemi bahalaşmanın, Xəzər dənizindən gətirilməyən, az gətirilən balıqları, amma səbəbini bilmirlər. Səbəbi yəqin ki, yenə də günahlar balıqlardadır. Mən sizi 100% arxayın edirəm. Xarlanmış bal alın. Heç kəs sizi aldada bilməz. Çünki təbii baldan başqa heç bir şey öz-özlüyündə xarlanıb dona bilməz. Yəni hər kəs təbii bal alıb yeyə bilər. Misal üçün zəng gelirsiniz, deyirsiniz qardaş, mənə xarlanmış bal verin. Xarlanmış balı qeyri-təbii balı xarlanmağı mümkün deyil. Yalnız və yalnız təbii ballar xarlanır və balı xarladan tərkibində olan fruktoza ilə glikozadır. Kim də əgər istəsə bizdən 051 546 39 39 zəng eləyib həm xarlanmış bal ala bilər, həm də duru bal. Bir daha qeyd eləmək istəyirəm ki, qeyri-təbii bal heç vaxtı xarlanıb dona bilməz. Balı xarladan çiçəyin tərkibində olan glikoza ilə fruktozadır. Yəni 100% əmin ola bilərsiniz ki, xarlanmış bal tam təbii baldır. Ona görə hər biriniz xarlanmış bal alaraq heç vaxtı aldanmayacaqsınız. Xarlanmış balı balona doldurmaq bir qədər çətindir. İndi insanda da görsən ki, misal bir tərəddüd eləyirsiniz bal alanda. Almayın belə çiçək balı, meşə balı, gökə balı, yəni bu balların da hər birinə mən 100% cavab deyəm. Bunları da yaxından çək bir dənə göstərgiylə. Amma xarlanmış bal alsaz, yəni 100% arxayın olun ki, yəni tam təbii bal almış olacaqsınız. Ona görə də hər biriniz 051 546 39 39